Bir nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin rəssamlıq şöbəsinin təşəbbüsü ilə Vətən müharibəsində qazanılmış zəfərin və qəhrəman igidlərimizin xatirəsinə həsr olunmuş Qələbənin Rəngləri adlı rəsm sərgisi keçirilib. Sərginin əsas məqsədi gənc istedadların yaradıcılıq potensialını üzə çıxarmaq, onların vətənə, torpağa, milli dəyərlərə olan sevgisini sənət vasitəsilə ifadə etməsinə imkan yaratmaq olub. Tədbirdə mərkəzin direktoru Əntiqə xanım çıxış edərək, sərginin təşkilində məqsədin uşaqlarda və gənclərdə vətənpərvərlik hisslərini möhkəmləndirmək, onların şəhid və qazilərimizin qəhrəmanlığını rəsm dili ilə əks etdirmək olduğunu bildirib. O həmçinin sərginin hazırlanmasında əməyi olan müəllimlərə, təşkilatçılara və iştirakçı uşaqlara təşəkkürünü çatdırıb. Sərgidə bir-birindən maraqlı və təsirli rəsm əsərləri nümayiş olunub. Uşaqların çəkdiyi rəsmlərdə qələbənin sevinci, azad olunmuş torpaqların təbiəti, bayrağımızın ucalığı, şəhidlərin qəhrəmanlıq dolu xatirəsi və sülhün dəyəri rənglərin dili ilə təsvir olunub. Tədbirdə şəhid anaları, qazilər, müəllimlər, valideynlər və uşaqlar iştirak ediblər. Qonaqlar sərgidə nümayiş olunan əsərləri böyük maraqla izləyib, gənc rəssamların vətənə olan sevgisindən və səmimi duyğularından dərin təsirləndiklərini bildiriblər. Şəhid anaları və qazilər də çıxış edərək, uşaqlara və gənclərə uğurlar arzulayıb, onların sənət əsərlərində gördükləri vətənpərvərlik ruhunda qürur duyduqlarını ifadə ediblər. Sərgi çərçivəsində uşaqlar tərəfindən hazırlanmış qısa bədii kompozisiyalar və musiqi nömrələri də təqdim olunub. Sonda iştirakçılara təşəkkürnamələr təqdim edilib və xatirə fotosessiyası keçirilib. Elvin Qudrətov, Firuzat Gözəlov, bugün informasiya proqramı üçün.